Çəkilişə gələ-gələ bir xəbər oxudum. Məktəbdə baş verən hadisəni deyirəm. 9-cu sinif şagirdi sinif yoldaşının üstünə spirt tökərək onu yandırıb. Təsəvvür edirsiniz, bunu 14-15 yaşlı uşaq edib. Xəsarət alan uşaq da xəstəxanaya yerləşdirilib. Bu hadisənin kökü araşdırılmalıdır. Bu uşaq necə bir ailədə böyüyür, hansı informasiya ilə qidalanır? Açıb telefonunda izlədiyi səhifələr, oynadığı oyunlara baxmaq lazımdır. Ümumiyyətlə, uşaq bu formada qəddar bir şeyi hardan öyrənə bilər? Adətən deyirlər ki, uşaq evin güzgüsüdür. Bu uşaq görəsən evdə nə görüb ki, nə eşidib ki, məktəbdə gəlib bunu eləyib. Bəlkə evdə kimsə kiməsə üstüvə spirt töküb səni yandıraram deyib təhdid eləyir. Bəlkə də sinifdə uşaqlar zarafatlaşmaq istəyib, hadisə buracan gəlib. Amma təbii ki, bu bərait deyil. Bu uşaqların zarafatının miqyası budursa, aqressiya nə olacaq? Ümumiyyətlə, ağıllı hərəkət odur ki, faciəni əvvəlcədən sezib qarşısını alasan. Oturub bu uşaqların vəhşiyə, caniyə dönməsini gözləməli deyilik. Məktəb psixoloqları uşaqlarla dərindən maraqlanmalıdır. Hərəkətləri qəribə olan uşaqlar zaman-zaman yoxlanılmalıdır. Belə olan halda da uşağın valideyni məktəbə gələcək ki, mənim uşağıma nə olub ki, sorğu-sual eləyirsiniz onu. Elə sənin uşağına nəsə olmasın deyə sorğu-sual eləyirlər də. Bizdə valideynlər uşaqlarına toz qondurmur deyə bilirsiniz nə qədər pis hadisələr olur. Olur ki, görürsən bir nəfər manyak yoldaşını vurub öldürüb. Ortaya çıxır ki, bunun elə uşaqlıqdan psixoloji problemi var imiş. Atası anası onu həkimə aparmayıb, deyib ki, evləndirək düzələcək. Bu mənasız müalicə metodu yalnız bizdə var. Təbii ki, bu məsələdə yan təsirlər də rol oynayır. Amma yenə də gərək onların üstündə əsək. Biz uşaq vaxtı Spider-Man-ə baxıb uçmağı xəyal edir. İndikilər nəyə baxıb nəyə xəyal edir, mən bilmirəm. Bir neçə ay əvvəl bir uşaq müəllimini silahla vurmuşdu yadınızda. O müəllim şükür ki, sağalıb və hətta uşağı bağışlayıb. Müəllimin məramı şagirdləri şəxsiyyətə çevirib cəmiyyətə qazandırmaqdır. Bağışlamaqla bu müəllim öz müqəddəs peşəsini yerinə yetirib. Görəsən bundan sonra uşağın inkişafı hansı yöndə olacaq?